Biz bugün sizinlə Səməd Vurğunun Vaqif əsərinin təhlilinə baxırıq. Əvvəlcə 11-ci sinif ədəbiyyat dərsliyində olan hissəyə, ondan sonra Dövlət İmtahan Mərkəzinin artırılmış olduğu hissənin təhlilinə baxasıq. Birinci pərdədə söhbət hardan gedir? Deməli, birinci pərdədə olan hadisələr baş verir Vidadinin evində. Vidadinin evi deməli Qazaxdaydı. Qazaxda baş verir bu hadisələr və Vidadi namaz üstündə deməli Zəmanədən şikayət edir. Hansı ki, dua edilir, şikayət edir və bu məqamda yoldaşı Tükyazbanla, həyat yoldaşı Tükyazbanla deməli söhbət var. Bundan sonra qapı döyülür və onların evinə Gəncədən Cavad xanın elçiləri gəlir. Cavad xanın elçilərinin gəlmə səbəbi nə idi? Vidadini saraya dəvət eləmək. Vidadini saraya dəvət edirlər və deyirlər ki, sən gəl, necə deyirlər, şah sənin üçün hər cür şəraiti yaradıb, bir əlin yağda, bir əlin balda, sən sarayda yaşayacaqsan. Amma Vidadi mənsəbpərəst, pulgir insan olmadığına görə, yəni şan-şöhrət həvəsində olmadığına görə öz kasıb yaşayışını həmin saray yaşayışından üstün tutur. Ona görə bu dəvəti qəbul eləmir. Hətta həmin o iki elçi bu hərəkəti ağılsızlıq kimi qəbul edirlər və bundan sonra həmin elçilər getdikdən sonra Vaqif kəndə gəlir, kəndlərlə söhbət edir, kəndlərin vəziyyəti haqqında danışır, mehriban söhbətləri gedir. Hansı ki, burada biz Vaqifin kəndlər deyirlər ki, sən deyir, bizim vəziyyətimizi deyir, yaxşı bilərsən. Atan özü də deyir, keçi atmaqdan deyir, nə vəziyyətə düşmüşdü və burada öz ağır yaşayışlarını Vaqifə çatdırırlar. Və Vaqif də burada hiss olunur ki, xalqını fikirləşən biridir. Çox da, yəni sarayda yaşasa belə, o xalqı üçün, yəni daima çırpınan, xalqını fikirləşən, yəni xalqı üçün nələrsə eləməyə çalışan biri idi. Və burada o gəlir Vidadi ilə, Tükyazbanla görüşür. Vidadi, demək olar ki, Vidadinin dili ağzı Vaqif olur. Vaqif gəlinə qədər. Ondan xəbər almadığına görə narahat olur və Vidadi Vaqifi görür, söhbət edirlər. Hətta orada Vaqifin sazını gətirir Tükyazban. Onlar birlikdə Vidadi ilə Vaqif durnalara şeirdə oxuyurlar. Yəni burada söhbət edirlər və Tükyazban Əli bəy soruşanda deyir ki, əlbəttə böyük oğlan olub və mən sizi onun toyuna dəvət etmək üçün gəlmişəm. Və Vidadi dəvəti qəbul edir, gedirlər deməli Əli bəyin toyuna. Birinci şəklin qısa məzmunu budur. İkinci şəklə baxaq. Şuşa qalası, artıq deməli burada hadisələr Şuşa qalasındadır. Xan sarayı, Vaqifin evi, yəni Şuşa qalasında hadisələr artıq burada Qarabağda gedir. Vaqifin evi, toy məclisi, oyun, İbrahim xan yanında da adamları gəlir, hamı qalxıb xana baş əyir. Deməli, bu vəziyyəti təsəvvür edək. Ümumiyyətlə, ədəbiyyatda əsərləri oxuyanda çalışın, oxuduğunuz məqamları gözünüzün qabağında canlandırmağa çalışın, təsəvvür eləməyə çalışın və bu zaman artıq siz görəcəksiniz ki, həmin əsərlər daha çox yaxşı yadda qalır. Deməli, İbrahim xan burada gəlir, deyir ki, çox gözəl, Vaqifi çağıran görək, bəy öz toyunda oynasın gərək. Əli bəy oynayır, Vaqif gəlir. İbrahim xan göz aydınlığı verir. Deyir, vəzir, xeyir işiniz xeyli mübarək. Ağ göylərə çıxsın sizin Əli bəy, ancaq çıxartmasın bizi yadından. Vaqif də deyir, görək bu növrağı pozmasa zaman. İbrahim xan deyir, yenə də şikayət, gəlin an ki, sən nə qədər mən sağam, kef edəcəksən. Eşikdə tüfəng atılır, ura səsləri, ucaları gəlini gətirirlər. Mən bundan əvvəl dərsdə izah keçdiyimə görə üzərində qeydlər ola bilər. Siz buna fikir verməyin. Deməli, burada Gəncə gəlir, anam, bacım, qız gəlin, əlib ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin misraları ilə hansı ki, mərasim nəğməsini oxuyur və burada biz görürük ki, xalqın adət-ənənəsinə əsərdə işarə var. Yəni, sual düşsək ki, bu əsərdə xalqın adət-ənənəsinə işarə varmı? Var. Daha sonra Vaqif deyir, a qızım, üzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr, kəfəndir abalam sərapərdələr. Deməli, Vaqifə görə gözlərin üzü açıq olsa yaxşıdır. Vaqif belə şeyləri qəbullanmırdı. Üzü bağlamaq, kəfən kimi bürünməyi düzgün qəbul eləmirdi. Vaqif daha çox belə gözəllik heyranı olduğuna görə o deyir ki, qoy deyir ayın qabağı açıq görünsün, bağlı saxlama özünü. Hamıda heyrət, həyəcan görünür, gəlin o bir otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. Eldar kimdir burada?
Eldar Vaqifin dostudur və kəndlidir və o gəlir Vaqifə göz aydınlığı verməyə. Deyir, of dostum, qardaşım, xoş buyurmusan, Vaqif deyir. Sən də dağ havası duyuram inan, səndən ayrılmayır könlümün quşu. Ellərdə görürəm hər qurtuluşu. Möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. Deməli, bu vəziyyəti gözdə saxlayın, gözünüzün önünə gətirin. Şah oturub, İbrahim xan oturub o boyda şah və bir kəndli gəlir, girir içəri. Şaha təzim eləməmiş, şaha necə deyirlər, salam verməmiş, birbaş vəzirlə görüşür. Bu dünya durduqca o da var olsun, onu tərif eləyir və dua eləyir və bunu İbrahim xan görür. Əlbəttə ki, özünü biraz pis hiss eləyir yəqin ki və qəzəblənir bundan. İbrahim xan ətrafa deyir, aha, heç saymır bu hərif bizi, görünür dadmamış qüvvətimizi. Şeyx İbrahim xanın qulağına, bu şeyxdə ümumiyyətlə, bu şeyxin vəzifəsi nədir burada? Şeyx burada İbrahim xanın qulağını dəqiqə başı doldurur, çalışır ki, Vaqifi İbrahim xanın gözündən salsın. Əsas səbəb də odur ki, şeyx vəzir olmaq istəyirdi. Vəzirlik, axı Vaqif vəzirdir, onun yerinə gözünü dikmişdi, istəyirdi ki, onun yerinə vəzir keçsin. Və bu da deyir ki, bir bax gözlərinə baxışı qandır, kəndə qarşılıq salanlardandır. İbrahim xan deyir, vəzir, çobançoluq məclisidir bu, düzü gözləməzdim heç sizdən bunu. Necə gözləməzdin, lap yersiz nahaq, yox bir başa keçsin çiynində çomaq. Əziz qonağımdır, dostumdur Eldar. Xanın huzurunda nə ölümü var? İbrahim xan deyir ki, yəni mənim huzurumda nə ölümü var onun? Bu mənim evimdir, siz qonaqsınız, qonağı sevərlər, lap nahaqsınız. Yəni Vaqif deyir ki, bu mənim evimdir, mənim toyumdur, mənim xeyir işimdir. Siz burada qonaqsınız, yəni mən kimi çağırmışam, mənim evimə kim gəldi, kim getdi, yəni sizə aid deyil, yəni bunun qərarına verəsiniz. İbrahim xan deyir, qonağa bir bax, hər yoldan ötəni başa çıxardaq. Onun görkəmindən iyrənməyin siz. Bir kəndli babadır, vicdanı təmiz, dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin nağıllar. Ellər dünyasında yetişir bilin. Namusu, vicdanı təmizdir elin. Və burada biz görürük ki, Vaqifin ellə bağlı olan düşüncələrini görürük və bilirik ki, burada da o elini, xalqını üstün tutan biridir. İbrahim xan da onun tam əksi olaraq xan deməli olsa belə öz rəiyyəti ilə maraqlanmır, özünün əhalisinin vəziyyəti onun canını ağrıtmır, yəni onların ağır vəziyyətdə işləməyi, əziyyət çəkmələri onun üçün o qədər də maraqlı deyil. Deyir, doğrusu yorulub bezilmədin sən, elə durub ellər deməkdən. Eldar burada deyir ki, canım dalaşmayın, mən gedərəm. Vaqif deyir, dayan. Başqadır könlümdə gülən xaniman. Getsin gəlməsini ayaqlamağa. Buyruq sizinkidir, möhtərəm ağa. Ancaq olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi simüzər. Burada Eldar deməli xana cavab qaytarır və deyir ki, buyruq deyir sizinkidir, deyir. Amma deyir, yadınızda saxlayın ki, yəni bu qədər simüzər qazanmağınızın yəni əsas səbəbkarı biz kasıb kəndlilərik. Yəni bu kasıb kəndlilər hər işi görürdülər. Hər işə çatan bu kasıb kəndlilər və onlardan yığılan vergilər, yəni demək olar ki, hər şey onların hesabına dönür. Çox şey onların hesabına dönürdü və deyir siz də deyir, bizim çalışmağımız sayəsində siz deyir, bu qədər simüzər əldə edirsiniz və ona görə də deyir, siz deyir, biz olmasaydıq siz deyir, bu qədər qudurtmazdılar. Eldar məclisi tərk edir, onu tutmaq istəyirlər, adamlar arasında ixtişaş düşür. İbrahim xan, qoymayın, tez olun tutun Eldarı, ona da göstərin daş zindanları. Qudurtdun bunları doğrudan da sən, bunu Vaqifə deyir. Bəlkə də özünsən ona dil verən. Deyir ki, bunları deyir, qudurdan elə sənsən deyir. Bəlkə də deyir, ona elə dil verən, yəni mənə deyir, belə cavab qaytarmasına deyir, şərait yaradan, elə deyir, sənin özünsən. Vaqif deyir ki, xeyr deyir, səhvdir fikirləşirsiniz deyir. Ona deyir, bu dili verən, öz deyir, gözü ilə bu deyir, dünyada elə alovu görməyidir. Yəni, onlar gün ərzində o qədər ağır işlərdə işləyirlər, əziyyət çəkirlər, açıq gözlə demək olar ki, o bir dünyanı görüb gəlirlər. Yəni, deyir, onlara deyir, dili verən elə o kənd yeridir, deyir, bəllidir. Bəzən deyir, Tanrıya da deyir, ağ ola bilir insan. İbrahim xan qəzəblə çıxır, deyir, yaxşı danışarıq, toy adamları dağılır, Vaqif gəzinir, vidadi heyrətdədir. Vaqif deyir, bu da haqqı salam, bu da duz çörək, bu dünyada dərd varmı mənim dərdim tək? Bu xan bir ilanmış, saray yuvası, zəhrimar qoxuyur onun havası. Və burada Vaqif deyir ki, Vaqif burada qalmağından heç də xoşbəxt deyil. Yəni məmnun deyil. Sadəcə onun burada dayanmağının əsas səbəbi nədir? O deyir ki, bu deyir, dişindədir qan donan bu qurd, yəni bu İbrahim xan o deyir, bəzən deyir, qəzəblənəndə, bəzən yəni xalq üçün nələrsə qərarlar çıxarda, onun deyir, ipini çəkib saxlayan mənəm. Yəni o əslində orada xoşbəxt olaraq qalmırdı. Və burada
Hətta İbrahim xanı ilana bənzədir, onun sarayını ilan yuvasına bənzətmiş olur. Vidadi burada deyir ki, məni deyir yola sal, mən deyir gedim deyir öz torpaq balaca kiçik çomama gedim. Deyir dünyanın nə ki deyir zövqü var, mənim o çobamdadır. Yəni huzur var, sakitlik var, rahatçılıq var. Mən gedirəm ora. Sən də deyir bu vəzifəni deyir boynundan at, artıq vəzirliyə at, gəl kəndimizə qayıt, rahat yaşa. Vaqif deyir yox qayıtmaram. İş ki belə düşdü meydanda varam. Vida deyir əl çək bu təsdiqdən, qulaq as mənə. Deyir Vaqif də deyir ki yox ölsəm də ölməyim mərdana xoşdur da mənə. Sən deyir öz dediyindən dönməyəcəksən. Vidadi burada artıq deyir ki, sən deyir öz dediyindən dönmürsən, mən də səni bu vəziyyətdə yalqız qoyub gedə bilmərəm. Əli bəy gəlir ki, ata, Eldarı həbs etdilər. Deməli, Eldarın həbs olmaq xəbərini Vaqifə kim gətirir? Əli bəy gətirir. Vaqif də deyir ki, insan uçuracaq daş zindanları, zəncirsiz, zindansız günlər gələcək. Bizə təsəllidir böyük gələcək. Bəs Eldar nə olsun? Heç nə dərdi var, Vaqif ölməmişdir, onu qurtarar. Vaqif qolunu oğlunun boynuna dolayaraq, oğlum, xeyir işin olsun mübarək. Dünyanın kefini, ləzzətini çək. Mənim də ürəyim hələ cavandır. Yaşayaq bir təhər, bu da zamandır. Vaqif Əli bəyin alnından, Əli bəy Vaqifin əlindən öpür, eləcə də Vidadi ilə görüşüb gedir. Vidadi ağıllı baladır, Allah saxlasın deyir, yəni Əli bəy haqqında. Vaqif də deyir ki, könlümdə dünyanın min sirri vardır. Ah duyan düşdən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar. Siz ey göy üzündə uçan durnalar. Deyin xoşbəxtəmmi? Xuraman gəlir. Xuraman kimdir? Xuraman Vaqifin həyat yoldaşıdır və bu Xuramanın ilk evliliyi sayılır. Özündən bu, yəni Vaqifdən əvvəlki həyat yoldaşı vəfat edib. Deməli, Xuraman gəlir, kişidir, bu nə işlə küsüb getdi xan. Yəni, Xuraman biz burada görəcəyik ki, o şan şöhrət, həvəskarıdır, mənsəb şöhrət onun üçün ən uca deməli, nemətlərdir. Yəni, onun üçün necə deyərlər, düzgün xasiyyət, düzgün insanlıq onun üçün o qədər də önəmli deyil. Əsas pul var, dövlət bunun üçün. Və Vaqif burada deyir ki, qoy küsün özünün qalacağından deyib gedir. Xuraman burada başlayır şikayət eləməyə. Bir el ağası idi əvvəlki ərim. Yəni bunu Vaqif eşitmir. Vaqif çıxıb gedib artıq. Öz qapım, öz evim, öz nökərlərim. Hamısı qulluğumda hazır durardı. Rəhmətlik gündə bir məclis qurardı. Buna da bir böyük vəzir dedilər. Başımı beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qoltuqlarda gəzib dolanır. Çox vaxtda su kimi rəngi bulanır. Elə dərd tökülür qaşqabağından. Amma çox razıyam qanacağından. Şairdir, görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə çaraşmaz. Deməli, biz burada görürük ki, buna da deyir, böyük deyir, vəzir dedilər, dırnaq arasında hətta. Yəni ki, buna deyir, aldanıb gəlməyimin əsas səbəbi nə olur? Onun vəzir olmağı. Yəni başımı deyir, beynimi deyir, ovub yedilər deyir. Mən də deyirdim ki, yəqin vəzirdir, bunun da bir öz cəlalı olar, bunun da öz pulu var, dövləti, gündə bir məclisi olar. Bu ki deyir, elə qoltuqlarda deyir, gəzir. Bütün gün deyir, rəngi bulanır, bütün gün deyir, qaşqabağından dərd tökülür. Amma deyir, qanacağından deyir, razıyam. Düz ilqarı var deyir, şirin kəlamları var, gözəl kəlamları var, amma deyir, bundan mənə nə şey, yəni bunlardan mən heç bir xeyir götürə bilmərəm. Mənə deyir, çaraşmaz bunlardan. Vaqif gəlir. Yəni bunları deyəndən sonra Vaqif yenidən gəlir. Nə var deyir, fikirdəsən sən ey sərvinaz, amandır, örtməsin ey nazlı nigar, o ay camalının qara buludlar. Xuraman burada artıq şikayətli bir şəkildə danışır. Niyə, nə dərdim var, Allaha şükür, hara baxıramsa xeyir görünür. Vaqif deyir, yox, sənin səsində bir titrəyiş var, gəl məndən gizləmə, aç söylə aşkar. Heç, biraz incidir məni bu qürbət, burada yalan danışır. Yox, bu da olmadı, düz danış Afət, yalan yaraşmır gül dodaqlara. Boy, yaxşı, nə deyim mən bəxti qara? Aha, bundan danış, danış görüm sən, niyə öz bəxtinə qara deyirsən? Deyirlər ki, sən, nə təzə xəbər, nə bilim doğrusu, danış, deyirlər səni vəzirlikdən qovlayacaq xan. Bəs elə bu, bəli, Xuraman, gör nəyin xəyalındasan. Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurt, nə dişlərində qan donan o qurd, yəni İbrahim xan. Bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə bu sual lap arxayın gəz. Bəs səni nə çıxarsalar, necə dolanarıq dilənçilər tək. Bizə qəhət olmaz bir parça çörəkdir ki, yəni Xuraman deyir ki, səni birdən deyir vəzirlikdən çıxarsalar biz necə dolanarıq? Yəni bu yenə də çıxarılsa vəzirlikdən, yenə o yaşayışının dərdindədir.
Vaqif də deyir ki, bizə deyir bir parça çörək qəhət olmaz. Sən buna görə deyir, nə bəxtinə deyir qara demə, nə də ki deyir buna görə narahat olma. Xuraman deyir ki, elə şirin-şirin danışmağım var. Başqa otağa keçir. Və Vaqif burada başa düşür ki, Xuraman artıq var-dövlət, mənsəb düşkünüdür. Yox, sərraf gözüdür mənim bu gözüm. Özüm tutduğuma heyranam özüm. Gözüm su içməyir heç Xuramandan. Onu başqa ruhda böyüdü bu zaman. Deyəsən şöhrəti çox sevir qadın. Ah mənsəb, ah şöhrət yaranmasaydım. Deməli, burada Xuramanın belə böyüməyinin əsas günahkarını zamanda görür və hətta mən sizə belə bir şey qeyd edeyim. Hansı ki, bir müddətdən sonra biz artıq oxuyanda görəcəyik ki, deməli, Xuraman düzdür, burada açıq, tam deməli, geniş versiyada verilməyib əsərdə. Deməli, Xuramanın baş beynini qarı ilə şeyx gəlir, doldurur və onu İbrahim xanla evlənməyə razı salmağa çalışırlar və Xuraman da razılaşır, İbrahim xanla evlənir və sonradan peşman olur. Öz hərəkətindən peşman olur və gəlir zindana, Vaqifin yanına və özü peşman olduğunu deyir. Və hətta ondan sonra özünü gedir Xuraman atır qayadan və bu zaman Vaqif günahkar olaraq zamanı görür. Deyir ki, yəni bizim eşqimizi deyir məhv edən də zamandır. Yəni bu başımıza bu işin gəlməyinin yəni əsas səbəbkarı zamandır. Yəni orada Xuramanın acgözlüyünü, Xuramanı günahkar tutmur da zamanı günahkar hesab edir. Yəni burada da deyir ki, onu deyir başqa ruhda zaman deyir böyütmüşdü. İkinci pərdə. 3-cü, 4-cü şəkillərin qısa məzmunu. İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir. Vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftarda günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı, şeyx və Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bildirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Deməli, ikinci pərdədə 3-cü, 4-cü şəkillərdən qısa məzmun olaraq danışım. Deməli, İbrahim xan yatır, yuxuda görür ki, cıdır düzü qanla dolu və orada qayıqda Eldar üzür və hər tərəfi qanlı görür və yuxudan ayılır. Şeyxə danışır yuxusunu. Şeyx onun yuxusunu yozur və elə bu vaxt o narahatçılığını dilə gətirir. Vaqif də gəlir, deyir ki, Qacara yazdığım məktub budur. Elçilər gözləyir, oxuyun, siz yola salın. Və burada artıq deməli İbrahim xan şikayət edir ki, bir tərəfdən deyir məni Qacar sıxır, bir tərəfdən Türkiyə, bir tərəfdən Gürcüstan, yəni arada sıxışıb qalmışam. Deyir mən deyir necə xalqla deyir bir tərəfdən mən deyir necə eləyim ki, vəziyyətdən çıxım. Vaqif də ona deyir ki, mən deyir sizə vaxtında dedim ki, xalqla düzgün rəftar eləyim. Mən deyir sizə əvvəldən dedim. Vəzir deməli şah deyir ki, vergiləri də biraz azaltsaq alınar işlər. Deyir, yox, sən deyir bunu gələ əvvəldən eləyərdin. Onu deyir artıq azaltmaqla bir necə deyirlər, artıq gəlib çıxa bilməzsən. Və burada onu məzəmmət eləyir zalımlıqda. Deyir, sən onun ədalətsizliyi elədin xalqa, ona görə də xalq sənə qarşı belə davrandı. Və burada biz Vaqifin Qacara yazdığı məktubun göndərildiyini görürük. Başqa burada Əminə kimdir? Əminə Gülnarın anasıdır. Gülnar da kim idi? Əli bəylə evləndi, toyları oldu, Vaqifin gəlini idi. Gülnar burada Əminə gəlir, qızının yaşayışındakı mehribançılığı görür, sevinir. Və hətta burada Gülnar deyir ki, mən burada əl üstündə saxlayırlar, hətta mən də şeir yazmaq istəyirəm ana və burada Əli bəylə Əminə, deməli Gülnar Əminəyə deyirlər ki, sən də gəl bizdən qal. Kəndə getmə, tək yaşayırsan, həm də uzaqdır, təksən getmə. Əminə isə deyir ki, yox, sağ olun, mən öz çomamda xoşbəxtəm. Əsas odur, sən burada xoşbəxt ol. Və burada deməli, Vaqif düşüncəli olur, fikirli olur. Xuraman isə deməli, başqa cür fikirləşir. Hansı ki, burada Vaqif vəzir, deməli, xanı, İbrahim xanı məzəmmət elədiyinə görə xan biraz qəzəblənir ona və hətta şeyx ona ağıl məsləhət verir ki, deyir, siz deyir, Vaqifdən deyir, ancaq deyir, belə necə deyirlər, qisas ala bilərsiniz ki,
Xuramanı Vaqifdən boşaltdırıb özünüzə alasınız. Yəni belə olan halda siz onu demək olar ki, sarsıtmış olacaqsınız. Və bu şeyxin bu fikrinə xan razılaşır. Şeyxlə qarı Xuramanı razı salmağa deməli gedirlər, onu razı salırlar və bunu da yəni şeyxlə qarının onu razılaşdırması, yəni gəlib ona hansı ki məsləhətlər verirlər, deyirlər belə evlən filan peşməkan. Xuraman razı düşür və bunu da digər otaqdan gəlinləri Gülnar eşidir. Və bunu Vaqifə deyir. Deyir ki, bəs Xuraman belə bir iş tutub, hətta onlara razılıq verib və bunu eşidən Vaqif sarsılır. Əli bəy də, yəni Xuramanın oğulluğu idi. Əli bəy də Xuramanı cəzalandırmaq istəyir. Deyir, imkan verdi cəzalandırım, amma icazə vermir. Buna Vaqifdir, lazım deyil, yəni icazə vermir ona. Belə, ikinci pərdənin qısa məzmunu bundan ibarətdir. Üçüncü pərdədə 5-ci 6-cı şəkillərin qısa məzmunu ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir gürcü qardaşlarını bir-birinə vuruşmağa məcbur edir. Qarşılıqlıdan istifadə edən qapıçı gürcü əsirlərinin deməli qaçmasına şərait yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq edir. Sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş olan Eldar Qacarın qoşununa hücuma keçir. Deməli, baxın, bu hissədə ordugahda Ağa Məhəmməd Şah Qacar cavab gözləyirdi məktubdan və digər şəkildə yazılan Vaqifin məktubu gəlib buradan çatır və məzmunu oxuyur, həcv yazılmış və həmin həcvi oxuyur və hiddətlənir və başa düşür ki, Şuşanı rahatlıqla təslim edə bilməyəcək, yəni rahatlıqla ala bilməyəcək və bu qəzəbini soyutmaq üçün də qardaşlar bir-birinə vuruşmağa məcbur edir. Qacar gözü qanlı bir hökmdar idi və o qan görəndə sanki zövq alırdı. Və həmin əsirləri bir-birinə vuruşmağa çağırır. Hətta o əsirlərdən biri deyir ki, biz qardaşıq, biz necə bir-birimizdən vuruşa bilərik? Hətta görün Qacarın yəni vəhşiliyinin dərəcəsinə baxır ki, o cavabında belə qeyd edir ki, aha deyir, bu vuruşma deyir, daha da deyir zövqlü olacaq ki, siz deyir iki qardaş bir-birinə vuruşacaq və burada böyük qardaş kiçik qardaşa deyir ki, sən eybi yoxdur, sən vuruşaq, sən məni öldür və çıx get özümüzün vətəninə. Qarşılıqdan istifadə edən qapıçı, burada qapıçı Zülfüqar deməli sonda görəcəyik ki, Qacarı arxadan gəlib bıçaqlayan olur və qapıçı onun zülmünü görür hər dəfə. Bu qarşılıqdan istifadə edib gürcü əsirlərlə Tamara da orada deməli oğlunu itirmiş biri idi. Gürcü qızı idi və gürcülərlə bərabər onların qaçmasına şərait yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlir. Bunlar hansı ki, həmin oradan qaçırlar və yolda Eldarın dəstəsinə qarşılaşırlar. Eldar bunları çox səmimi, qonaqpərvər şəkildə qarşılayır, onları yedirir, içirir, onların getməyi üçün şərait yaradır. Və hətta deyir ki, bizə kömək edə gələrsiniz. Bunlar da deyir ki, qoy biz gedək öz vətənimizə, yenə çox böyük bir dəstəklə gəlib sizə kömək eləyər. Yəni gürcülər burada artıq 3-cü pərdədə 6-cı şəkildə deməli böyük bir dəstəklə geri dönəcəklərini bildirirlər. Deyirlər, siz bizə kömək elədiniz, biz də sizə kömək eləmək istəyirik. 7-ci şəkildə dağlıqdır. Arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad-uşaq fəryadları eşidilir. Qacar yanan kəndin alovlarını dağ başından seyr edərək, yan tərlanların yaşıl yuvası. Deməli, buranı tərlanların yaşıl yuvası adlandıran kim idi? Qacar idi. Ruhuma can verir ölüm havası, çıxsın asimana odlar, alovlar, göylərdən od töksün yerə ruzigar, yan, kömür olsun hər qaya, hər dağ, baş əysin hökmümə bütün Qarabağ. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Deməli, vəziri isə buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Bu Qacarın vəziri ümumiyyətlə bunlardan başqa, bu iki misradan başqa demək olar ki, elə bir şey danışmır. Eyni şeyi təkrarlaya durur. Qapıçı qaçaraq yaxınlaşır. Şahım, bağışlayın hüzurunuza bir kəndlə gəlmişdir. Sözü var sizə. De gəlsin. Gəl ata, gəl budur Qacar. Qoca kəndlə yaxınlaşır. Sizə bir sözüm var, böyük hökmdar. Mən bu yanan kəndin ağsaqqalıyam.
Mən bu yanan kəndin ağsaqqallıyam. Ellərin dərdindən biraz halıyam. Yanır od içində körpü uşaqlar. Bizim kəndlərin nə təqsiri var? Əmr edin dayansın yanğınlar barı. Xaraba qoymayın bu obaları. Bu dağlar qoynunda aslan yatmışdı. Burada Koroğlular at oynatmışdı. Burada qoca deyir ki, bəs buraları yandırmayın da, körpələrdir, yanar bu, yəni xaraba qoymayın. Burada uşaqlar, əhali, yəni odun içində yanır. Bizim də günahımız nədir? Həmin deyir kəndlərin nə təqsiri var ki? Yəni bu deyir dağlar heyfdir də yandırmayın deyir buraları. Burada vaxtı ilə deyir Koroğlular at oynatmışdı. Qacar da qocanın sözündən daha da qəzəblənmiş olur. Deyir, yaxşı, sus qoca köpək. Burada Koroğlular at oynatmışdır. Yəni bunu kinayə ilə təkrarlayır. Qacar gedir. Qoca Qacarın arxasınca. Ah cəllad, bir mürbət, indi qulaq as, Süleyman dünyası. Deməli, orada deyir ki, Süleyman dünyası sənə də qalmaz. Və burada biz belə bir haşiyə gəlin çıxaq. Buna uyğun ifadə biz harada görmüşdük? Bir tər görmüşdük Talvar əsərində. Hansı ki, Əlabbas dayı oğluna baxır, oğlunun yaşlandığını görür. Düzdür, orada Süleyman dünyası demir. O orada deyir ki, ürəyində deyir hətta, yəni səsində demir. Deyir, İskəndərə qalmayan dünya kimə qalacaq? Yəni bu fikirdədir. Hətta həmin əsərdə Səməd Vurğunun deməli şeirindən bir misra da səslənir. Orada deyir ki, biz gəldik gedərik, sən yaşa dünya deyə Əlabbas ki öz ürəyində, yəni ağlına hətta həmin o misra gəlir. Bu da Səməd Vurğunun şeirinə məxsus olan bir misra idi. Və qalxıb gedir qoca. Qacar yenə qayıdır. Qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir. Şahım deyir, arxa cəbhə çox qorxuludur. Elə bir doğrudan cahan yoludur. Eldarın dəstəsi gəlir irəli, qırır sərkə kimi bizimkiləri. Baxın, burada deməli məşhur nümunələrdən biri. Qırır sərkə kimi bizimkiləri. Burada nə var? Litota var. Kiçiltmə var. Yəni, öz qoşunlarını sərkə kimi özünküləri kiçildir. Odur, yaxınlaşır, gizlənin barım. Oralar çox bəhdir. Qacar deyir, atları çəkin. Bir bölük göndərin arxaya sarı. Qabağı saxlasın biz gizlənincə. Deməli, Qacar atlı göndərir. Bunlar gizlənməyə çalışırlar. Artıq aləm qarışır. Sərkərdə deyir, budur, buradadır əsgərlərimiz. Qapıçı gəlir. Qapıçı deyir, şahım, Qarabağın şeyxidir gələn. Qacar deyir, de gəlsin. Şeyx gəlir. Deməli, biz bayaq şeyxin azdan çoxdan xüsusiyyətlərini görmüşdük, amma biz burada artıq şeyxin nə qədər mənəviyyatsız bir olduğunu yenidən görmüş oluruq. Deməli, əsl vətənpərvər bir şəxs öz vətənini, öz xalqını düşmən hücumundan qorumağa çalışar və yaxud da ən azından yəni əlindən gələni xalq üçün eləməyə çalışar. Amma burada şeyx gəlir, hətta deyir ki, ey şahım, ey fəxri vətən. Yəni, görün, onun xalqını yandırır, diri-diri yandırır orada. Başlarına nə qədər işlər açılır. Şeyx ona, ey şahım, ey fəxri vətən deyə müraciət edir. Deyir, sizin yolunuzu biz gözləyirdik. Yəni, gəlir onu qarşılamağa. Və bu bizə nəyi xatırladır? Bu bizə xatırladır Səsli qız əsərindəki deməli şeyxləri, hansı ki onlar da yeni gələn uğursuz xaqanı qarşılamağa qarşısına gedirlər, qarşılayır və onun hökmlərini alınacağı razı olurlar və bu o şeyxi xatırlatdı bizə. Sizə duaçıdır nəsillərimiz. Buyurun, qapımız açıqdır sizə. Yurdu tapşırırıq əllərinizə. Görürsüz. Qacar kinayə nədir? Yaxşı, bəs nə oldu İbrahim xan? Şeyx deyir ki, siz arxayın olun İbrahim xandan. Bu gecə qaçmışdır o Dağıstana. Qacara İbrahim xanın qaçma xəbərini kim çatdırdı? Şeyx çatdırdı. Deməli, hara qaçıb İbrahim xan? Dağıstana qaçıb. Qacar deyir, qaçmışdı Kələkbadana. Yox, yaxşı, qoşul bizə, bizimlə də get, bu vəhşi dağlarda bələdçilik et. Buyurun, buyurun. Deməli, o biz şeyxi özü ilə bələdçi kimi aparmağa çalışır. Deyir, gedək, sən bizə bu dağlarda bələdçilik elə. Çünki tanımırlar axı. Şeyx onlara bələdçilik edir. Teymur burada kimdir? Qacarın ordusunda döyüşən bir əskərdir. Əlimiz, dişimiz, tüfəngimiz qan, yorulub bezmədik vuruşmalardan. Dünyadan doymadı şahların gözü. Lap cana doymuşam bunlardan düzü. Dava meydanında bir əskərik biz. Nə desə, hazırıq öz sərgərdəmiz. Sən nə danışırsan? Deməli, baxın burada Teymur artıq yorulub deyir. Davalardan deyir, yorulmuşam mən. Burada bir əskər də deyir ki, sən deyir, nə danışırsan? Biz deyir, əskərik, biz orduda xidmət edirik. Bizim sərkərdəmiz bizə nə desə, o bizim üçün qanun olmalı. Yəni, onlar nə desə, biz onu eləməliyik.
Teymur da deyir ki, deyir, ay axmaq deyir. Deyir, öz əlimizlə deyir, öz evimizi yıxırıq. Deyir, biz bu davalarda, bu döyüşlərdə sən, mən, deyir, hər hansı bir gülləyə rast gəlib deyir, ölsək deyir, şahların keyfindən deyir, nə azalacaq? Onlardan deyir, gedən nə olacaq? Yəni bunların ömrü puça gedəcək, düzdürmü? Teymur bunu başa düşür. Əskər isə deyir, yox sən deyir, satqınsan, sən orada pozğunluq gətirirsən, bizi deyir, bir qaçaq Eldar qırıb tökür. Teymur da fikirləşir ki, deyir, Eldarın yəni deyir, bizi qırmaqda haqqı var. Çünki bu torpaqlar onun torpaqlarıdır. Və burada artıq onlar döyüşməyə başlayırlar, qılınc vuruşuna keçirlər. Biz burada görürük ki, cəbhə yer dəyişməsi olur. Hansı ki, Qacarın cəbhəsindən Eldarın cəbhəsinə yer dəyişmə baş vermiş olur. Sonra və burada Eldarın dəstəsi gəlir, vuruşma gedir. Teymur və bir neçə əsgər Eldar tərəfə keçirlər. Teymur deyir, biz sizinləyik, qılınca and içirlər və vuruşma davam edir. Qacarın əsgərləri qaçmağa məcbur olur. İlyas arxadan Eldarı vurmaq istəyir, tüfəngi açılmır. İkinci dəfə atana qədər Kürt Musanın gülləsi ona yıxır. Deməli, bəzi hissələr var ki, bu hissələri başa düşmək üçün orijinal versiyanı oxumaq lazım gəlir. Yəni, məsləhətim bir dəfə orijinal əsəri oxuyub, ondan sonra kitabdakı hissə və əlavə olan hissəni oxumağınız daha effektiv nəticə verir. Yəni, ən azından kiçik bəzi hissələr var ki, onları oradan başa düşmüş olarsınız. Deməli, İlyas burada kim idi? İlyas əslində İbrahim xanın adamı idi. İbrahim xan bunu nə məqsədlə çağırmış. Demiş, sən Eldarı öldürsən, sənə deyir, neçə kənd verərəm. Özünə də deyir, ata minərsən, belədən belə, elədən elə ağalıq eləyərsən. Sanki özünün malıymış kimi öz deməli kəndlərini buna hədiyyə verəsiymiş və İlyas da bunu mərd cəsurcasına eləmir. Bunu hiylə ilə eləyir. Gəlir Eldarın dəstəsinə qoşulur. Eldarın sanki sağ əliymiş kimi davranır, onun düşüncəsində olduğunu göstərir. Yəni onun yanında hiylə ilə fırlanır ki, yaxşı bir vaxt deməli tapsın, həmin vaxtdan, fürsətdən istifadə eləsin, Eldarı öldürsün və məqsədinə də çatsın. Və İlyas burada fikirləşir ki, aha tamam vəziyyət qarışıb, baş qarışıb, qoy Eldarı vurun. Bir dəfə vurmaq istəyir, tüfəngi açılmır. İkincidə atana qədər Kürt Musa, amma həqiqətən Eldarın dostuydu. Kürt Musa bunu görür və İlyası öldürür. Deməli, İlyası öldürən kim olur? Kürt Musa olur. İlyası Eldarın dəstəsinə deməli gedib Eldarı vurmaq istəməsi səbəb nə idi? İbrahim xanın deməli Eldarı öldürtmək istəməsi. Eldar deyir, bu nə dair Musa? Nə olacaq? Heyvan vurmaq istəyir səni arxadan. Yaxşı, durmayın, dayanmaq olmaz. Tələsmə, gözləyək buradaca biraz. Arxada qalanlar gəlib çatsınlar və burada Əli bəy bir neçə adamla tələsik gəlir. Ay, hardasınız Eldar, ay Eldar. Əli bəy, sən hardasan? Tez ol, bir danış. Və burada görürük ki, Əli bəy Eldara xəbər gətirib və gəlir deyir ki, İbrahim xan qaçıb gedib, yollar açılıb. Siz də dağlara çəkilin, meşələrə çəkilin, qırmasınlar sizi. Eldar deyir, daha bizə ümid qalmamış, çəkilin meşəyə, çəkilin Eldar, nahaq qırılmasın bizim adamlar. Əli bəy, nə olub? Bir danış, niyə? Sən nə danışırsan? Necə geriyə? İndi bu qədər irəliləmişikdi, niyə geriyə qayıdaq ki? Qaçdı tülkü kimi, qaçdı qabaqdan. Qaçdı İbrahim xan, açıldı yollar. Bizə qəhqəh çəkib güləcək Qacar. Deyir ki, İbrahim xan deyir, qaçıb gedib, yəni əsas xanın qaçmağı çox böyük burada bir hadisədir. Yəni öz vətənini qoyub qaçır, yəni vətən müdafiəsizdir, başsız qalıb vətən və İbrahim də deyir bizə, deməli Qacar da deyir, gəlib bizə qəhqəh çəkib güləcəkdir. Yəni ona görə siz dağlara çəkilin. Eldar da deyir ki, yox, basılmazdır vətən. Bu dağlarda hələ işləyir, mən ölməmişəm. Durmayın deyir, çəkilin tez meşələrə, bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik. Deyir, gedəkdir, tez dəstəni yığaq, böyük bir qüvvətlə geriyə gələk, qayıdaq yenə. Eldar gedir, adamlar da onun arxasınca çəkilirlər. 8-ci şəkil, Qarabağ Şurası, Xan Sarayı, Qacarın kef məclisi, məclisdə əyanlar, bəylər iştirak edirlər, Qacar böyük qürurla. Keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam, özünü yer üzünün Allahı hesab edir. Gərək biz qoymayaq daşı daş üstə, atın yığın leşi baş üstə. Buyruq sizinkidir adil hökümdar, sizdə fəzilət də, ədalət də var. Şeyx deyir, ey böyük hökümdar, ey ulu Qacar, sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük, bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük yaradan, bu müqəddəs kitab, müqəddəs Quran. Deməli, yenə bu şeyxin burada düşüncələrini görmüş oluruq.
Qacar xanəndələrə kinayə ilə deyir ki, mən belə eşitmişəm ki, sizin Qarabağın xanəndələri hər yeri ağladır deyir. Hünəriniz varsa bir rast oxuyun. Və xanəndə oxuyur, gözüm yollarda qalmış, xəbər yox Kür qırağından, usanmaq bilməyir könlüm yaşılbaşlar deməli sorağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Deməli, keçər aylar, keçər illər, yazı Vaqif ömür azdır, düşər bir gün laçın könlün, şeir, sənət marağından. Deməli, biz burada görürük ki, bu hissədə şeir deyirlər, yəni rastın ifası ilə burada oxuyurlar. Deməli, burada rastın müşayiəti ilə oxuyurlar. Burada müəllifin, Vaqifin adı keçilir. Sanki bunu Vaqif yazıb, amma əslində bu Səməd Vurğuna məxsus olan bir şeirdir. Yəni, bunu əslində Səməd Vurğun özü yazıb əsəri yazanda, ancaq burada Vaqifin adını qeyd edib. Qacar deyir, qəzəl Vaqifindir. Bəli, Vaqifin. Nə oldu? Onu tez tapıb gətirin. Sərkərdə baş əyib çıxır. Deməli, bir dəqiqə. Deməli, burada deyir ki, vəzir doğrudan da böyük qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Deyir, nə deyim sizə? Buyruq sizinkidir, adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Burada şeyx başlayır, deyir ki, o deyir təhlükədir. Onu deyir gözünüzə bir anda qoymayın. Qanunlarda deyir ki, həqiqət yoxdur. Bütün şəriət deyir pərdədir. Nədənsə deyir Eloba da deyir onu çox sevir. Bilmir ki, bu qədər tərsdir. Bir də bəş dostudur o qaçaq Eldar. Sizin düşməniniz bəlli. Bəli, o murdar. Vaqif yaşadıqca qorxudur bizə. Şair görünməsin gözlərinizə. Yəni, burada da Qacarın qulağını doldurur. Deyir ki, sən deyir gözünə şair görünməsin. Əslində deyir o yaşadıqca bizə qorxudur. Yazdığı deyir cavabdan bilmişəm onu. Dayan, sovuraram göyə tozunu. Qoy gəlsin, əylənib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Vaqifə gətirirlər. Aha, baş əyməyir hüzurumda bu. Deməli, gəlin bu hissəni biz sizlə video şəklində baxaq. Yadımızda daha yaxşı. Toqquşub iş görən zaman neylər? Hissədən baxaq. Aha, baş əyməyir hüzurumda bu. Yoxdur vicdanında qanun qorxusu. Şair, hökmüdarın hüzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman neylər dediyiniz quru bir vicdan? Vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan. Soyuq məzara da zinətdir insan. Yana göylərdədir şair xəyalım. Əzəldən hüdudu yoxdur kəmalın. Aha! Sınıyırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbaxt xalq eyləmişsiz yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, çox gözəl. İnanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin bu saatı oldu ay, sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də. Az-az uydururam yeri gələndə. Yaxşı, gələl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları,
Mən ellər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Yaxşı da, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdevsilər yarattı bəlkə. Günəşi örtsə də qara buludlar, Deməli, biz bu hissədən gördük. Gözümüzün qabağında canlanması üçün bu hissəni görüntü şəklində mən sizə göstərdim. Daha yaxşı yadda qalsın deyə. Deməli, biz harada qaldıq? Vəzirin nitqindən sonra. Böyük firdevsilər yaratdı bəlkə. Və burada artıq Vaqif deyir ki, dayan, bu bağçanın min bir budağı, hər bir budağı üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər getirmiş. Yəni deyir, sizin deyir, bu güldüyünüz çoban torpağı əslində göründüyü füzulilər, nizamilər getirmişdi. Qacar yenə kinayəli danışır. Nizamiyə bir bax, füzuliyə bir bax. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Görünür, günəşə iştaham vardır. Günəşdən gizlənən yarasalardır. Və burada Qacar nədirsə, şeyx nədirsə, Vaqif onları bir sözlə susturmağa çalışır, susturur. Buna qulaq asmaq çətin peşədir. Niyə? Qulağınız çoxdan şişədir. Böhtan eşidəndə qızarıb yanar, doğru söz gələndə pambıq tıxanar. Sizin sözünüzün kəsəri azdır. Oxuyan bülbüldür, dinləyən qazdır. Vəzir, of məndə olsaydı bundakı hünər. Ağılsız köpəklər ulduza hürər. Qacar vəzirinə deyir. De, cavab ver. Nə durmusan? Din. Hə, yenə döyükür sarsaq gözləri. Yəni Qacar özü də vəzirinin heç bir şey yaramadığını başa düşür. Neynəsin? Yazığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar. Şeyx kinayə ilə. Şairə sənətdir tikanlı sözlər. Sözdən qızarmaz ki, bozarmış üzlər. Qapıcı daxil olur. Şahım, bir qoca var. Gəlsin içəri. De, gəlsin. Vidadə daxil olub təzim edir. Deməli, Vidadəni biz burada birinci gəlişini görürük. Vidadi burada gəlir. Qacardan Vaqif üçün deməli, ədalət istəyirdik. Yəni onu burax. Hakimin hökmü hünəri onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Vaqifə göstərərək şairdir. Qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə dağlar da dil deyib bağlar. Əfv edin, yaxşılıq qalır yadigar. Yəni deyir, onu bağışlayın. Bağışlanması üçün ona birinci dəfə ağız açır. Qacar dinin düşmənidir. O olsun görək. Deməli, nəyə əsas gətirir? Deyir, o din düşmənidir. Vidadi deyir, xeyr, o vaqifdir eşqə gələrək. Bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsini. Qacar burada acıqlı şəkildə deyir, Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa qoy sağ saxlasın. Vidadi deyir, siz hökümdarsınız. Yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini, bir də həcb deyən acı dilini. Razısan? Vaqif deyir, razıyam. Böyük hökümdar, mərhəmət sahibi olur ağalar. Eyb etməz sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törəməz. Qacar deyir, Vaqif, indi get, saray həyatını büsbütün tərk et. Gərək yaşamasın qədr-naşünas. Sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahbayları. Görmüşəm şahların vəfasını mən. Xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını. Dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Deməli, Qacar burada hiddətlənir. Vaqifin arxasınca deyir ki, gedin onu zindana aparın. Gözdağı deyir, çəkdirin Azərbaycana. Vidadi deyir ki, baxın, bu nitq Vidadiyə məxsusdur. Daha çox testlərdə düşən bir məqam. Yadda saxlayırıq. Qızılı uçsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar. Bu Vidadiyə məxsusdur. Qacar deyir, bəri bax, dayanma burada Zülfüqar. Vaqifi zindana sən özün apar. Bir quş da səkməsin onun yanından. Qapıçı iki mənalı. Baş üstə yatmaram gecəni bir an. Əsən küləkdən də gözlərəm onu. Mənim vicdanım da qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Vəzir deyir, buyruq sizinkidir. Yenə eyni sözləri təkrarlayır. Qacar dəlicəsinə deyir, dağılın, dağılın. Yenə boğuldum. Qacar öz-özünə deyir, nə deyim taliyə deyənə, könlüm ayrılmayır xanimanından, gözlərim doymur insan qanından. Xəstə kimi özündən şübhələnir, deyir, bu nədir, canımda üşütmələr var. Aha, nə dərindir bu uçurumlar, gözlərim qaralır, aman ölürəm. Bu nədir, yoxsa gülürəm, günahsız qanlar mı gözümə durur? Özünün nəbzini tutaraq, yox, hələ qəlbim qayda ilə vurur. Xeyr, ölməmişəm, hələlik sağam, indi mən ölümlə çarpışacağam. Yəni, burada
günahsız qanlar mı gözümə durur? Burada Basatın Təpəgözü öldürdüyü boyda Təpəgöz də bu fikri deyir. Deyir, günahsız qanlar mı deyir, sənin gözümü deyir vurdu. Deməli, burada qılıncı çıxarır və qılınca dirsəklənərək taqətsiz bir vəziyyət almış olur. Daha sonra, baxaq görək, ardı varmı əsərin? Əsərin ardı yoxdur. İndi keçəcəyi əlavəli hissəyə. Əlavəli hissə də ikinci videoda, ikinci hissə paylaşılacaq. Oradan keçid edib baxa bilərsiniz.